Digər mühüm sahələr var. Əlbəttə ki, bunlar bizim xalqlarımızın, ölkələrimizin təhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında biz istərdik ki, ölkələrimiz arasında bu əlaqələr daha da artsın. Əlavə olaraq, mən cənab prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bizim tərəfdaşlığımız həmin bu çox sərt qış şəraitində davam etmişdir. Eyni zamanda, əlbəttə ki, biz hava hücumundan müdafiə tədbirlərini görmüşük, lakin buna baxmayaraq, enerji sahəsində təchizata gəldikdə, belə bir çox ağır bir dövrdə biz 11 yardım paketini almışıq Azərbaycandan. Bu yardıma görə biz öz təşəkkürümüzü bildiririk. Biz bu haqda xeyli söhbət apardıq. Biz həmçinin xüsusi olaraq cənab prezident sizə təşəkkürümüzü bildiririk ki, siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlar, o övladlarımız cəbhə yanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik və 500-dən artıq Ukrayna uşaqları buradadır və bu humanitar dəstəyə görə sizə minnətdarıq.